icraatınızda belə münaqişəli ailələr olubmu? Deməli, bu vəziyyətə məruz qalan şəxslər barəsində gərək ki, onlar icra hakimiyyətlərinə, müəyyən icra hakimiyyətinə öz yaşadıkları yer üzrə müraciət edirlər və onlar qısa müddətli mühafizə orderləri alırlar. Qısa müddətli mühafizə orderləri ilə bağlı tamaşaçılara istəyirəm məlumat verim. Yəni, bu nədən ibarətdir? Qısa müddətli mühafizə orderləri fiziki və yaxud psixoloji vəziyyətlə əlaqədar olaraq məişət zorakılığına məruz qalmış şəxslərə qarşı digər onu tətbiq edən şəxslərin müəyyən qadağalar müəyyən olunan bir aktdır. Həmin aktda əsasən onun üçün müəyyən bir məhdudiyyətlər nəzərdə tutulur. Bəli, orada xəbərdarlıqlar olur. Belə ki, biz onları icra məmuruna həmin akt qəbul olunandan sonra icra olunması üçün icra məmuruna göndərilir və həmin aktda müəyyən psixi zorakılığın tətbiq olunması, fiziki zorakılığın tətbiq olunması, uşaqlara hətta münasibətdə hansı qaydada tənzimlənir və ailə məişət münasibətlərində birgə yaşayış qaydalarına riayət olunması məsələləri tənzimlənir ən çox. Əgər deməli bu vəziyyətdə belə həmin məişət zorakılığını törətmiş şəxs dəvət olunur, ona yazılı xəbərdarlıq olunur. Əgər həmin şəxs yenidən əməl edəməzsə bu məsələlər davam edərsə, onun barəsində uzun müddətli mühafizə orderi də tətbiq oluna bilər. Uzun müddətli mühafizə orderləri artıq məhkəmələr tərəfindən tətbiq olunur, müddəti daha uzun olur. Eyni zamanda deməli xanımların bir şey bildirmək istəyirəm ki, bəzən, məsələn, biz belə hal-hazırda müraciət olunanda mən məsləhət görürəm ki, müvafiq icra hakimiyyətlərinə müraciət edin. Xanımlar deyir, yox, onun bunun təsiri olmadı. Amma mən sizə bildirmək istəyirəm ki, həmin vaxtı gedəndə hər bir xanımın nəzərində olsun ki, hər hansı bir sübut təqdim eləməlidir dövlət orqanına. Biz müvafiq icra hakimiyyətinə müraciət edib deyə bilmərik ki, qarşı tərəf şəxs mənə hər hansı bir söz dedi. Bəzən, məsələn, xanımlar faktiki olaraq onlara zərbə yetirilməklə və yaxud da fiziki qaydada psixoloji artıq həddindən artıq psixoloji vəziyyətlə bağlı məruz qalırlar məişət zorakılığına, amma onun sübutunu aparıb təqdim eləmirlər. Buradan səslənirəm xanımlara ki, gedəndə sübutları özlərindən aparsalar. Eyni zamanda kişilərə də səslənin. Bəli, kişilərə də səslənirəm. Bütün, yəni hətta ola bilər bu atalar olsun, analar olsun, təəssüf halindən qeyd edirəm ki, bəzən bu düzdür, bizim cəmiyyətə yaraşmaz hallardır. Bəzən amma rast gəlirik. Gedəndə bütün sübutları təqdim eləsinlər ki, müsbət nəticə əldə eləsin. Aydındır.